Təbrizdə yaşayan Əsgər Məhəmmədi bəyin ailəsi 10 aya yaxın davam edən məhkəmə çəkişməsindən sonra Hunay adına doğum haqqında şəhadətnamə ala bilib. Hüquqi şikayət və məhkəmə orqanlarında araşdırma aparıldıqdan sonra məhkəmə qanuni prinsipləri və vətəndaşların mədəni hüquqlarını əsas gətirərək ailənin xeyrinə qərar çıxarıb və doğum haqqında şəhadətnamədə Hunay adını qeyd edib. İran Respublikası Konstitusiyasının 15-ci maddəsinə əsasən fars dili ilə yanaşı yerli və etnik dillərdən də istifadə azad elan edilib və dil, mədəniyyət və etnik kimliyə uyğun ad seçmə hüququnun tərkib hissəsi hesab olunur. Bu hüquq həmçinin beynəlxalq sənədlərdə, o cümlədən mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda UNESCO-nun mədəni müxtəliflik üzrə Ümumdünya bəyannaməsində tanınır. Bu hal mülki və insan haqları qurumları tərəfindən İranda türk xalqlarının dil və mədəni hüquqlarının reallaşdırılmasının praktiki nümunəsi kimi qiymətləndirilə bilər və ölkədəki digər milli qrupların dil və mədəni hüquqları ilə bağlı ictimai məlumatlılığın gücləndirilməsinə zəmin yarada bilər. Təbrizin Motojen şirkətinin işçiləri 2 gündür ki, tətil elan edib və işi dayandırıblar. Bu haqda işçi hərəkatı fəalları məlumat yayıb. Məlumata görə narazılar şirkət rəhbərliyi və Əmək Nazirliyinin onların qanunla nəzərdə tutulan hüquqlarını pozmaqda günahlandırılıblar. Onlar əmək haqlarının artırılmamasını, az olan əmək haqlarının verilməməsini və sığorta problemlərinin olduğunu bildiriblər. Təbrizli işçilər bununla yanaşı iş təhlükəsizliklərinin də olmamasına diqqət çəkiblər. Qeyd edək ki, Motojen şirkəti Şərqi Azərbaycanın elektrik mühərrikləri istehsal edən ən iri şirkətlərindən biridir. İranın Kərəc və Şiraz şəhərlərində İslam dininin Bəhai təriqətinə mənsub 2 qadın fəal ağır həbs cəzasına məhkum edilib. Bu haqda Beynəlxalq Bəhai icması məlumat yayıb. Məlumata görə Röya Sabit 25 il, Nahid Behruzi isə 5 il azadlıqdan məhrum edilib. Röya Sabit İsrail vətəndaşları və qurumları ilə əməkdaşlıq və ünsiyyətdə olmaq, ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək niyyəti ilə qrup yaratmaq və idarə etmək, İran Respublikasının qanunlarına zidd olaraq məzhəb təbliğatı aparmaq ittihamlarına görə 25 il həbs cəzasına məhkum edilib. Nahid Behruzi isə Bəhai icmasına üzv olmaq və İslam qanunlarını pozan təlim və təbliğat aparmaqda günahlandırılaraq barəsində 5 il həbs cəzası çıxarılıb. İranın 3000-dən çox yanacaq tankeri və yük maşını 2 aydan çoxdur ki, Əfqanistanda qalıb. Bunu Neft Məhsulları Birliyinin sözçüsü Həmid Hüseyni deyib. Onun sözlərinə görə problem İran yanacağının Kabilin təyin etdiyi standartlara uyğun olmadığına görə yaranıb. Hüseyni minlərlə tankerin Əfqanistan tərəfdə ilişib qaldığını və geri qayıtmalarına da icazə verilmədiyini bildirib. Qeyd edək ki, Taliban hakimiyyətə gələndən bu yana İran yanacağına məhdudiyyət tətbiq edib. Taliban rəsmiləri İran yanacağının keyfiyyətsiz olduğuna görə alternativ tədarükçülər, o cümlədən Özbəkistan, Türkmənistan və İraqdan yanacaq idxal etməyə üstünlük verib. Hökumət nümayəndələri və məsul şəxslərin bəziləri İsrailin onları öldürəcəyi qorxusuna görə başqa yerlərdə, o cümlədən xəstəxanalarda gecəliyirlər. Bunu tanınmış jurnalist, yazıcı və Səmad nəşrinin baş redaktoru Mehdi Nəsiri deyib. Məndə olan məlumatlara görə onlar xəstəxanalarda hazırlanmış xüsusi otaqlarda, yeraltı sığınacaqlarda gecəliyirlər. Onlar İsrailin 7 oktyabr hadisəsinə görə onları hədəf alacağından ehtiyat edirlər, deyə əlavə edib. Hakimiyyətin ölkəyə nəzarəti itirmək üzrə olduğunu deyən Nəsiri, hökumət məmurlarının daima təşvişdə olduqlarını söyləyib. Onlar artıq 2 gün sonra talelərinin necə olacağından narahatdılar. Onlar əmindilər ki, İsrailin növbəti hücumu qarşısında aciz qalacaqlar, deyə Mehdi Nəsiri bildirib. İslam Respublikasının çökmək üzrə olduğunu və heç bir stratejinin bunun qarşısını ala bilməyəcəyini vurğulayıb. Qeyd edək ki, Mehdi Nəsiri bundan əvvəl Əli Xamneyinin ofisinin nəşri olan Keyhan qəzeti və Sübh həftəliyinin baş redaktor və icraçı direktor vəzifələrində çalışıb. Buraxılışımız davam edir. Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilib. Putin görüşə Azal təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib və bildirib ki, təyyarənin qəzaya uğraması ilə bağlı lazım olan kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq.
Bu gün düşənbədə keçirilən görüş zamanı Putin bir daha Qəzza ilə bağlı başsağlığını çatdırıb, qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb. Rusiya prezidenti bildirib ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq. Hadisə haqqında danışan Putin qeyd edib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya hərbi hava qüvvələri tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da qəlpələr təyyarəyə dəyib. Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq deyə Putin vurğulayıb. Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da Türkiyə Respublikasının Milli Müdafiə naziri Yaşar Gülərlə görüşüb. Ankara şəhərində keçirilən görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub. Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar. Əlaqələrimizin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib. İki tərəfli formatda keçirilən görüşdə hərbi texniki, hərbi təhsil sahələri əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib. Davam edirik. Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 5 il ötür. Azərbaycan ordusunun sentyabrın 27-sində başlatdığı əks hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da erməni işğalçılarından azad edilib. Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyini Azərbaycan prezidenti Ali Baş Komandan 2020-ci il oktyabrın 9-da xalqa müraciətində elan edib. Dövlət başçısı aparılan uğurlu əməliyyatla Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlə, Gorazıllı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Sor kəndlərinin Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib. Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur. Hadrut əməliyyatının nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun ağır məğlubiyyəti olmaqla yanaşı, psixoloji baxımdan da ermənilərə böyük zərbə oldu. İşğalçı Ermənistan bu məğlubiyyətdən özünə gəlmədi, Azərbaycan ordusunun isə Şuşaya yol açıldı. Ağdərədə ondan çox Azərbaycan hərbçisinin qalıqları tapılıb. Hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış qazıntı işlərini davam etdirir. 2020-ci ilin noyabr ayında başa çatmış 2-ci Qarabağ müharibəsindən sonra daha dəqiq desək, Bunu Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev itkin düşmüş şəxslər problemin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi mövzusunda keçirilən beynəlxalq konfransda çıxış zamanı deyib. Mənə verilmiş məlumata əsasən keçmiş döyüş mövqeyi olmuş. Yüksəklikdə növbəti kütləvi məzarlıq aşkar edilib. İlkin məlumata əsasən kütləvi məzarlıqda ondan çox Azərbaycan hərbiçisinə aid meyit qalıqları müəyyən edilib. Tədbirin proqramına əsasən sabah konfrans iştirakçılarının həmin əraziyə səfəri reallaşacaq deyə Əli Nağıyev bildirib. Aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilir. İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud flotiliyasında saxladığı Türkiyəli deputatlar Azərbaycana gətirilir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib. Onun sözlərinə görə 3 deputat Türkiyəyə gətirilmək üçün Azərbaycana yola salınıb. Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, digər Türkiyə vətəndaşları üçün rəsmi Ankaranın fəaliyyəti davam edir. Qeyd edək ki, İsrailin saxladığı Qlobal Sumud flotiliyasının iştirakçılar arasında Türkiyə Böyük Millət Məclisinin 3 deputatı da olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəs razılaşmasının bütün maddələrinin icrasını diqqətlə izləyəcəyini deyib, o prosesdə Türkiyənin yaxından iştirak edəcəyini bildirib. Bundan əlavə Ərdoğan Qəzzanın bərpa işlərinə də dəstək göstərəcəyini vurğulayıb. Türkiyə olaraq İsrail-Həmas razılaşmasının yerinə yetirilməsinə yerlərdə nəzarət edəcək işçi qrupunda biz də iştirak edəcəyik. Qəzzanın dirçəlməsinə kömək etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə yenidən qurma fəaliyyətlərini dəstəkləyəcəyik deyə Ərdoğan əlavə edib.
Ermənistan Mərkəzi Bankı Türkiyənin Tarsim şirkəti ilə kənd təsərrüfatında dolu və digər risklərə qarşı sığorta təcrübəsini müzakirə edib. Bunu Mərkəzi Bankın sədr müavini Armen Nurbekyan hökumətin iclasında deyib. Armen Nurbekyanın sözlərinə görə Ermənistan bu istiqamətdə Türkiyə və İspaniyanın təcrübəsinə əsaslanmaq qərarına gəlib. Armen Nurbekyan qeyd edib ki, Ermənistan sözügedən sektoru institutlaşdırılmalı və qanunvericiliyə müvafiq dəyişikliklər etməlidir. Xəbərlərimiz davam edir. Amerikanın İranın nüvə obyektlərinə zərbələrindən sonra tərəflər mümkün razılaşmanı müzakirə edirlər. Bunu Amerika prezidenti Donald Trump Fox News telekanalına müsahibəsində bildirib. İranın nüvə obyektlərinə zərbələr etdikdən sonra biz indi elə bir nöqtədəyik ki, İran və bəzi başqa adamlar sazişi müzakirə edirik. Bu çox fərqli İrandır, o deyib. Qeyd edək ki, 2025-ci ildə İran və Amerika arasında nüvə danışıqlarının 5 raundu heç bir razılaşma olmadan başa çatıb. ABŞ prezidenti Donald Trump ümid edir ki, İsrail və Hamas arasında imzalanan sülh sazişi Qəzza münaqişəsindən daha geniş olacaq və yaxın şərqdə sülhə gətirib çıxaracaq. Trump bunu Fox News-a müsahibəsində deyib. Bu İsrail müsəlmanlar ərəb ölkələri ölkəmiz üçün əladır. Bizim bu işdə iştirak etməyimiz və razılaşmanın əldə olunduğuna əmin olmağımız çox gözəldir. Bu Qəzzadan daha genişdir. Bu yaxın şərqdə sülhdür, o deyib. İsrail, İordan çayının qərb sahilinə İran silahlarının qaçaqmalçılıq yolu ilə keçirilməsi planının qarşısını alıb. Bu haqda İsrailin Kanal 14-ü Shin Bet-in bəyanatına istinadən məlumat yayıb. Məlumata görə İranın məqsədi İordan çayının qərb sahilindəki qrupları silahlandırmaq və İsrail hədəflərinə hücum etmək olub. Ələ keçirilən yükün içərisində onlarla partlayıcı qurğu, pilotsuz təyyarələr, tank əleyhinə silahlar, qumbaralar, tapancalar, tüfənglər və yüzlərlə patron olub. Məlumatda bildirilib. Qeyd olunub ki, istintaq aylar əvvəl silah satıcısının Ramallah yaxınlığında həbs edilməsindən sonra başlayıb və nəticədə böyük bir qaçaqmalçı şəbəkəsinin müəyyən edilməsinə səbəb olub. İsrailin iddiasına görə qaçaqmalçılıq əməliyyatı Sepahın 4000-ci bölməsinin komandiri Cavad Qaffari və Suriyada əskər Bagreynin nəzarəti altında fəaliyyət göstərən 18840-cı bölük vasitəsilə həyata keçirilib. İsrailin Livanda həyata keçirdiyi hava hücumları nəticəsində öldürülən Sepahın 2 üzvü Salih Əl-Hüseyni və Məhəmməd Şaibin də şəbəkə üzvləri olduğu müəyyən edilib.